İran qonşu körfəz ölkələrinə, eləcə də İsrail və ABŞ-a aid obyektlərə hücumları bərpa edib. Xəbər axını az xəbər verir ki, İran dövlət mediası bu hücumu münaqişənin başlanmasından bəri ən intensiv və geniş miqyaslı əməliyyat adlandırıb. Səudiyyə Ərəbistanı bildirib ki, neft yatağına yönələn 2 pilotsuz uçuş aparatı məhv edilib. Həmçinin Bəhreyndə ABŞ-ın 5-ci donanmasının qərargahının yerləşdiyi bölgədə səslər eşidilib. Səudiyyə Ərəbistanının Müdafiə naziri 10 ilə paylaşdığı məlumatda bildirib ki, Ər-Riyad yaxınlığındakı Ər-Riyad hava bazasına yönələn 6 ballistik raket aşkar edilərək vurulub. Bundan əlavə Şərq bölgəsində başqa bir ballistik raket də məhv edilib. Prince Sultan hava bazası Əl-Hac bölgəsində yerləşir. Qurallıq qüvvələri həmçinin 7 puanı da vurublar. Şayba neft yatağında güclü partlayış baş verib. Hücumların təsiri İordaniya və Qətərdə də qeydə alınıb. ABŞ-ın Ərəb Əmirlikləri və Bəhreyndəki bazaları da hədəfə alınıb. Ukutonun Böyük Britaniyanın Dəniz Ticarəti İdarəsi məlumatına görə Bəs sahillərindən təxminən 46 km aralıda bir konteyner gəmisi naməlum raket zərbəsi nəticəsində zədələnib. Lakin gəmidəki heyət təhlükəsizdir. Zədənin miqyası hələlik açıqlamır. Bir Washington Post qəzetinin məlumatına görə Bağdaddakı ABŞ diplomatik dəstək mərkəzi də bu hücumuna məruz qalıb. 6 dronun 5-i vurulub, biri isə hədəfə çataraq müşahidə qülləsi yaxınlığında düşüb. Zərər çəkənlər barədə məlumat yoxdur. Hücumun İran tərəfdən dəstəklənən İraq İslam Müqavimət Koalisiyası tərəfindən həyata keçirildiyi ehtimal olunur. İran İnqilab Keşikçiləri Korpusunun qısıq məlumatına görə ABŞ-ın bir neçə bazasına, o cümlədən Küveytdəki Əridşan bazasına raket hücumu təşkil olunub. İran dövlət televiziya kanalları bildirir ki, raket və dronlarla həyata keçirilən hücumlar 3 saatdan çox davam edib. Xorramşəhər raketləri istifadə olunub. Təl-Əviv yaxınlığındakı Peyk rabitə mərkəzi, Hayfa və Qərbi Qüdsdəki İsrail hərbi obyektləri, eləcə də ABŞ-ın Erbil və Küveyt şəhərlərindəki bazaları hədəfə alınır.